İlahi, əllərimizi naümid qaytarma. Səni and verirəm bu ayın hörmətinə. Səni and verirəm bu ayda nazil elədiyin Quran-ı Kərim hörmətinə. Səni and verirəm sevdiyin bəndələrin hörmətinə. Səni and verirəm Məkkəyə, Mədinəyə. Səni and verirəm Nəcəfə, Kərbəlaya. Səni and verirəm Məşədə, müqəddəs məkanlara. Səni and verirəm məhrum olduğumuz Kərbəlanın ehtiramına. Səni and verirəm bu gecə sənə ibadət eləyən bəndələrə. Səni and verirəm bu gecə bağışlayacağım bəndələrə. Səni and verirəm ağsaqqallara. Səni and verirəm südəmər körpələrə. Səni and verirəm sənə günah eləməyən bəndələrə. Səni and verirəm Kərbəla şəhidlərinə. Səni and verirəm Kərbəla əsirlərinə. Səni and verirəm bu gecə Əlinin evindən ucalan Atavay nalələrinə. Səni and verirəm İmam Həsənlə İmam Hüseynin Atavay səsinə, xanım Zeynəbin Atavay nalələrinə. Səni and verirəm bu gecənin əzəmətinə, hörmətinə. Səni and verirəm yerin göyün mələklərinə. Səni and verirəm öz dərgahına müqərrəb olan peyğəmbərlərə. Səni and verirəm Əlinin başından axan nahaqqana. Səni and verirəm xanım Rüqəyyənin Aşura günü Atavay səsinə. Səni and verirəm Əli Əsqərin boğazından tökülən nahaqqana. İlahi, bu əllər ki sənin dərgahına uzanıb, əli boşuna ümid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. İlahi, bizi bu gecənin, Qədir gecəsinin feyzindən, bərəkətindən binəsib eləmə. İlahi, bu orucluğu bizə axırıncı orucluq qərar vermə. İlahi, çox günahlarla qapıva gəlmişik, ən günahkar bəndələrini. Sən and verirəm öz rəhmətinə, sən and verirəm Əli ibn Əbi Talib hörmətinə. İlahi, bağışlamamış bizi öz dərgahından yola salma. İlahi, əllərimizi əli boşuna, ümid sinələrimizə qaytarma. İlahi, kimlər ki bizdən dua xahiş ediblər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə.